Salam mənim hello kişilərim. Çoxdan da video çəkmirəm, amma görürəm ki, yaman şikayət edirsiniz. Mən də şəkil görürəm, deyirsə, yox bizdə kasıbçılıqdır. Deyirəm ki, nə bilim, uşaqlar səyahət eləyin, deyirsə ki, pulumuz yoxdur. Deyirəm ki, idmanla məşğul olun, sağlam yiyin. Deyirsə, bizim ölkəmizdə pul yoxdur, adamlar kasıbdılar. Axır ki, dedim ki, mən bu haqda bir dənə video çəkməliyəm. 3 dənə şey haqqında danışmaq istəyirəm uşaqlar. Birincisi, kasıbçılıq adamın beynində olan bir şeydir. Yəni ki, o qədər varlı adamlar var ki də, nə qədər pul var, əminəm ki, hamımızın belə bir tanışı var. Nə vaxt baxırsan ağlayır, nə vaxt baxırsan kasıbçılıqdan şikayət edir. Adam alqar ki, cibindəki axırıncı pulları da çıxarsın, versin də ona da. Və eyni zamanda da o qədər kasıb adamlar var ki də, belə əli açıqdır, belə xeyirxahdır da, adama ləzzət edir də. Yəni ki, kasıbçılıq belə də beyində olan bir şeydir də. Yəni, özünü kasıb hesab edirsənsə, sən kasıbsan, özünü varlı hesab edirsənsə, sən varlısan. İkinci demək istədiyim, özünüzə kasıb dedikcə, negativ danışdıqca, özünüzə inandırdıqca daha çox kasıbçılığı öz həyatınıza cəlb edirsiniz. Yəni ki, sən özünü nə olduğuna inandırırsansa, doğrudan da elədir. Məsələn, kasıbçılığa inandırırsansa, onda pul qazanmağa olan bütün qapılar, bütün şansları öz üzvə bağlayırsan. Yəni ki, sənin qabağa belə bir şans çıxırsa ki, pul qazanmaq üçün, sən fikirsən ki, mən kasıbam, heç bir enerji də sərf eləmirsən ki, nəsə bir töhfəsini görəsən də həmin imkanın. Ona görə də belə mənfi danışdıqca, negativ danışdıqca heç kimə pis deyələmirsiniz. Ancaq belə özünüzə, öz həyatınıza daha çox belə də kasıbçılıq cəlb edirsiniz. Məsələn, lap belə pis kasıbçılıq da var. Məsələn, burada Taylandda adamlar gündə 4-5 dollar qazanırlar. Belə də podval kimi yerlərdə 7-8 nəfər yatırlar, tarakanlar, sıçanlar olan yerlərdə. Hə, bax, o lap pis kasıbçılıqdır. Amma mən bilirəm ki, mənim oxucularımın 90%. Yəni, çoxumuz telefonumuz var, kompüterimiz var, acından ölmüşüz də. Yəni, elə ki, şikayət edirsiniz. Yəni, mən deyirəm, ay Allah, görəsən bunları bir dənə kampanya eləyək, pul yığma kampaniyası, kasıblar, kasıb hello kişilər üçün. Deməli, üçüncüsü isə uşaqlar, doğrudan da kasıbsızsa, öz üzərinizdə işləyin də. Yəni ki, indi Allaha şükür ki, internet var. İnternetdə pulsuz kurslar var. Coursera.com məsələn. Top universitetlərin bütün kursları orada pulsuz video şəklində təqdim olunur. Gedin oradan özünüzə təzə bacarıqlar öyrənin. Ya da ingilis dilinizi inkişaf elətdirin. Hansı xarici dil öyrənin. Allaha şükür ki, imkanlar var ki, hər cür ki, əgər bacarığın varsa, doğrudan da sən yaxşı, hansısa sahə üzrə yaxşı qabiliyyətin varsa, o sahə üzrə iş də tapa bilərsən də, asanlıqla. Elə deyil ki, nə bilim, işsizlik bizdə, nə bilim, 70-80%dir, cavanlar acından ölürlər. Yox, elə deyil. Və eyni zamanda heç kim belə də, mən tanıdığım, tanışlarım, dostlarım, indi yəni uğurlu olanların heç biri pul içində doğulmayıblar. Yəni ki, mən özümdə kasıbçılıqda böyümüşəm. Ya bilim, yadımdadır ki, birinci dəfə saçsızqanın dadına, nə bilim, 12-13 yaşımda baxmışdım, dedim, o da bu nə dadlı şeydir. Neysə, yəni, ya da ki, məktəbə belə cırğı ayaqqabı ilə getmişəm neçə ay, ya da ki, eyni belə bluzu giymişəm neçə illərlə, belə qolu qısalında da belə də dirsək qol kimi giymişəm. Yəni ki, hamı kasıbçılıqda böyüyüb də, amma böyüdükcə mən öz ingilis dilimi inkişaf elətdirmişəm, müəllimə getməmişəm, amma evdə oturub oxumuşam, nə bilim, öz-özümə danışmışam, kinolara baxmışam, belə bir dil öyrənmişəm. Sonra tədbirlərdə iştirak eləmişəm, pulsuz olanlara ərizə vermişəm, qəbul olmuşam, getmişəm və nəticədə də Amerika dövləti mənə təqaüd verib, Amerikada oxumuşam və ondan sonra Azərbaycan təqaüd verdi, magistratur oxudum və Azərbaycan üçün normal, yəni maaş verən işlərdə işləyə bilmişəm də. Eyni zamanda da siz, yəni ki, şikayət edəndə ki, pulum yoxdur, bu yoxdur, o yoxdur. Bir baxın, görün ki, siz özünüz, yəni öz bacarıqlarınızı inkişaf elətdirirsinizmi? Yəni öz üzərinizdə işləyirsinizmi? Hansısa bir iş görürsünüzmü ki, şey eləmək üçün də, yəni ki, uğur qazanmaq üçün. Bu da mənim bacım Mehin. Hansı ki bir il əvvəl Azərbaycanda öz şirkətini yaradıb. Və Allaha şükür ki, indi belə də yaxşı fanları var və tədbirlər təşkil edir, toylar təşkil edir. Yəni ki, deməyin ki, mümkün deyil də. Allaha şükür ki, şanslar var. Yəni, əgər doğrudan da çalışqan adam üçün şərait var qabağa getmək üçün də. Nəysə, yəni gələn dəfə hansı negativ komment yazanda bir dənə baxın görün ki, siz özünüz pul qazanmaq üçün, yaxud da qabağa getmək üçün, uğurlu olmaq üçün nə edirsiniz öz həyatınızla? Ondan sonra şikayət edin ki, kasıbçılıqdır, pulumuz yoxdur.
Neyse, belə xahiş edirəm, həmişə pozitiv qalın. Çünki Hello Kişi pozitiv adamların qrupudur və çox istərdim ki, bu qrupumuz belə pozitiv olaraq qalsın. Və hər nə haqqında yazsınız yazın, mənim pis saç düzülməm haqqında yazmayın. Təzə birinci dəfədir getmişdim ora. Belə pis kəsiblər. Ondan başqa da uşaqlar fikir verdisə, birinci videodur ki, gəzməyərək danışıram və bu da mənim belə bir fobiyam idi. Qorxurdum belə oturub danışmaqdan. Amma 15-ci dəfədə bu video uğurlu oldu və mən bunu indi post eləyəcəm. Sizi çox istəyirəm uşaqlar. Pozitiv qalın.